Bismillahirrahmanirrahim. Bismillahirrahmanirrahim. Elhamdu ve senâhu lillahi rabbil alemin. Esselatu ve selamu ala cemi'il enbiyâi vel mursalîne vel evsiyâ. Siyyema khâtemil enbiyâ ve khâtemil evsiyâ. Esselamu alel Hüseyin ve ala Ali ibnil Hüseyin ve ala evladil Hüseyin ve ala ashabil Hüseyin. اَلَّذ۪ينَ بَذَلُوا مُهَجَّهُمْ دُونَ الْحُسَيْنِ aleyhisselam. Allah Teala insanın xoşbəxtliyi və səadəti üçün çoxlu peyğəmbərlər göndərib və peyğəmbərlərdən əlavə bir sıra peyğəmbərlərin vəsiləri olub və kamil möminlər olublar tarix boyu ki, Allah Taala'nın dinini yaymaqdan ötürü insanlarda, ya doğrusu insanları səadətə cəlb edilməkdən ötürü hərəkətlər ediblər, əziyyətlər çəkiblər. Amma görürük ki, onların içində Rəsulullah kimi müvəffəq olmayıb. O dərəcədə ki, Rəsulullah müvəffəq olub, bunlar o dərəcədə müvəffəq ola bilməyiblər. Və Peyğəmbərin müvəffəqiyyətinin təbiidir ki, səbəbləri var ki, niyə Peyğəmbər necə olub ki, bu boyda müvəffəqiyyət qazana bilib və o cür Ərəbistan əhalisini ki, əxlaqdan, hər bir mədəniyyətdən, hər bir tərəqqi mərhələlərindən uzaq olan elə bir cəmiyyəti, elə bir səviyyəyə, gözəl bir səviyyəyə çevirə bildi. Quran-ı Kərim Əraf surəsinin 199-cu ayəsində Allah Teala Peyğəmbərə bir proqram verir, layihə verir ki, əgər istəyirsənsə bu cəmiyyəti dəyişdirəksən, gözəl, sivil bir cəmiyyət qurasan, bu proqrama əməl eləməlisən. Xuzil əfv və əmur bil urf və ə'riz anil cahilin. Düz ki, Peyğəmbərə ki, Peyğəmbərlik verildi, yəni risalət daha doğrusu verildi Rəsulullaha. İlk iman gətirən insan əleyhissalamdır ki, Peyğəmbərə iman gətirib. Ondan sonra xanım Xədicə Rəsulullaha iman gətirib. Və bunlar bir müddət, ancaq bu üç nəfər Məscid-ül Həramda namaz vaxtlarında namaz qılıblar. Təbiidir ki, Peyğəmbərə həddindən çox təzyiqlər var idi. Təzyiqlər həm ruhi cəhətdən idi, ruhi cəhətdən daha çox Peyğəmbərə təzyiq eləyirdilər. Gah deyirdilər, bu cadugərdir, gah deyirdilər, kahindir, gah deyirdilər, şairdir, gah deyirdilər, onu başqası öyrədir, başqası deyir buna, bu da sözlərini deyir və s. Yəni, Peyğəmbərə ruhi cəhətdən çox əziyyətlər olub, çox təzyiqlər olub. O ki, Peyğəmbər ki, məşhur hədisi var, buyurur ki, Ma uziyə nəbiyyun misli. Heç bir Peyğəmbər mənim qədər əziyyət çəkməyib. Təbii bu Peyğəmbər bu sözlərindən ruhi əziyyətləri nəzərə alıb deyib. Ruhi əziyyətləri nəzərdə tutub. O cümlədən də cismi əziyyətlər də Peyğəmbərə vardı. Peyğəmbəri daşlayırdılar. Ayağının altına getdiyi yollara qəsdən tikan tökürdülər. Başını qanadıblar, ayaqlarını qanadıblar Məkkənin özündə. Yəni, Peyğəmbərə çox hər tərəfli, həm cismi, həm də ruhi, mənəvi tərəfdən çoxlu əziyyətlər eləyiblər müşriklər. Amma bununla belə Allah Teala buyurur ki, Peyğəmbər, sən bu cəmiyyəti dəyişmək istəyirsənsə, bu cəmiyyəti, nəinki bu cəmiyyəti, heç bir cəmiyyəti pul ilə dəyişmək olmaz. Pul ilə yalnız insanın cismini almaq olar. Qəlbini almaq olmaz. Mümkün deyil.
Sənə filan şey verəcəm, filan vaxtı gəl, sən nahar verəcəm, gəl bizim yerdə, mərasimdə iştirak elə, aparalar kilsəyə, nə bilim, başqa yerə, nəyə. Bu cismi apara bilərlər ancaq. Bu yemək də cismi qida, cismi ancaq meillətdə, cismi ala bilər. Amma qəlbləri almaq mümkün deyil. Necə ki, xanım Zeynəb Şamdan çıxanda, Şamda buyurdu ki, siz nəyi istəsəz bizə qarşı edə bilərsiniz. Amma bir dənə şeydə heç vaxt müvəffəq ola bilməyəcəksiniz. O da budur ki, insanların qəlbindən bizə olan məhəbbəti çıxara bilməyəcəksiniz. Bu cürdür. Eləcə də tarixlərdə var ki, mütəvəkkil atasının qəbrini ziyarət eləməyə getmişdi. Dedilər, bu Əliyə Nəqinin ziyarətgahına bax, səninkinə bax, sənin atanın qəbrinə bax. Deyir ki, mən nə boyda pul qoyuram bunun atası üçün, yəni pul qoyuram ki, daha cahcalallı olsun, bunu mən tək eləyirəm. Amma bunu cəmaat, insanlar var ki, evlərini satıb gətirib abad eləmək üçün qoyur imamın qəbrinə. Bu nə aparır, nə vadar eləyir? Ancaq qəlbi sevgi, qəlbdə olan məhəbbət. Qəlbdə ki, məhəbbət var, həmin o. Sadəcə bizlərə nə lazımdır? O məhəbbəti qəlbdə tək saxlamamaq, qəlbdən cismə də gətirmək. Gərək cisim də qoşulsun, onda da olur məvəddət. Məvəddət ona deyir ki, həm qəlbdə sevirsən, həm də cisimlə sübut eləyirsən ki, sevirəm. Mən atamı çox sevirəm, atam mənim əzizimdir, gözümdür, işığımdır, deyir, abala get bir dənə çörək al, evdə çörən yoxdur, əşki, səbay, az yət, nə olacaq? Da bu, əmələn gərək bu göstərilsin, eləcə də başqa, dost-dostda, başqa məsələlərdə. Ona deyirlər məvəddət. Ona görə Quran-ı Kərim buyurur ki, Qul la əs'alukum aleyhi əcra. Peyğəmbər denən, mən ki, bu qədər 23 il bu əziyyətləri çəkmişəm, heç bir Peyğəmbər bu əziyyəti çəkməyib, bunun əvəzində sizdən bir dənə şey istəyirəm. İlləl məvəddətə fil qurba, məhəbbətə yox, məvəddətə, yəni əməldə göstər. Mən əhl-i beyti sevirəm, mən imamı sevirəm, quru sevmək heç bir şeyə yaramaz, quru sevməyə heç nə vermirlər. Quru sevməyin heç nə düşmür. Alimlərin birini yaxşı söz deyir ki, yox ki, mən əməl zad eləmirəm, heç nə, əsas budur ki, Allahı sevirəm, eşqim var Allaha. Deyir, ona dedim ki, bax, ged evə, arvadı denə ki, arvad, mən səni çox sevirəm, amma pul zad verməyəcəm sizə. Gör o sevgini qəbul eləyər arvada. Gör o quru sevgiyə razıdır, ya hə, təkiz yev, heç nə vermə. Gör ona razıdır ya yox, kim razı olar ona? Yəni, Allah Teala bizdən məvəddət istəyir, yəni əməllə göstər. Əhl-i beyti sevirsən, əməl necə göstərmək olar? Onların dediyinə riayət eləmək. Onlar nəyi deyir? Bizdən nə cür olmağı tələb edir, o cür olmağa səy eləmək. Ona görə Allah Teala Peyğəmbərə buyurur ki, İnnəkə lə'alə xuluqin azim. Peyğəmbər, sən çox böyük bir əxlaqa maliksən. Çox böyük bir əxlaqa maliksən. Və Peyğəmbərin özünün bu ayə ilə əlaqədar bəhslərdə Peyğəmbərdən bir məşhur bir hədis var. Buyurur ki, Əddəbəni Rabbi 40 sənə sümmə qal. Ya Rasulallah, innəkə lə'alə xuluqin azim. Allah Teala mənə 40 il ədəb dərsi öyrətdi. Bu ayə Peyğəmbərin Peyğəmbərliyinin Qələm surəsi 2-ci ilində nazil olub. 2 il idi, Peyğəmbərliyə seçilmişdi. Bu Qələm surəsinin bu ayəsi nazil olub. 2 il. Peyğəmbər də risalətə 40 yaşında çatıb. Bu ayə gələndə olur 42 il. 42 il. Peyğəmbərin təlimi haçan başlayıb Allah tərəfindən. Əli əleyhissalam Nəhcül Bəlağədə Qasiyə xütbəsində buyurur ki, elə ki o həzrət süddən ayrıldı, Allah Teala özünün ən uca və ən üstün mələyini ona göndərdi ki, ona əxlaqı, hikməti, elmi öyrətsin. 2 yaşından
Allahın ən uca mələyi Cəbraildən də yuxarı, bəzilərinə görə həmin ruhdur, elə Qədr surəsində olan ruhdur həmin o Peyğəmbərin ustadı. Ən uca mələk gəldi, Peyğəmbərin yanına təlim verdi. 40 ildən sonra bu ayə nazil oldu. Ki, Peyğəmbər bu ki, Allah Taala məni 40 il mənə ədəb dərsi verdi. 40 ildən sonra dedi ki, ya Rasulallah, sənin nə böyük əxlaqın var. Yəni, bu Peyğəmbərin əxlaqı nəticəsində bu cəmiyyət dəyişdirildi. Həmin adamlar ki, bir-birini görəndə söyürdülər ərəblər. Bir-birini görəndə təhqir edirlər, söyürdülər. Həmin adamlar, birə düşmən olan adamlar İslamı qəbul edəndən sonra ki, o qədər öyrəşmişlər ki, bir-birini görəndə söyərlər. Ona görə aranda əhd eləmişdilər ki, gəl bir-birimizi görəndə Vəl-Əsr surəsi oxuyaq. Təsəvvür elə, o cür biədəb söyüşləri söyən bir-birinə razılaşırlar ki, gəl, haçan qəflətən bir-birimizi gördük, rastımıza çıxdıq birimizin, Əsr surəsini oxuyaq. Məkkə cəmaatı hicrət eləyəndə Mədinəyə, Mədinəlilər evlərini ortadan iki yerə böldülər. Ki, yarı bizim hələlik, yarı bizim yarı süzün, haçan evlər tikilər, haçan imkanı olar, onda ayrılarsınız. Yəni, o cəmiyyət ki, o cür əxlaqda o qədər tənəzzül eləmişdilər. Əxlaqdan, ədəbdən əsər əlamət qalmamışdı. Amma Peyğəmbərin o gözəl əxlaqı, gözəl rəftarı nəticəsində o cür cəmiyyət nə cür dəyişdi? Özünü düşünən cəmaat, hamı özünü düşünürdü. Heç kim başqasını düşünmürdü. Kimin hətta nəyini öldürdü, deyər, mənim nəyimə gərək. Gedin, neyinsiz eləyin ona. Amma belə bir yerə gəldi ki, hətta hədislərin birində var, tarix kitablarının çoxunda bu gəlib ki, bir qadın döyüşlərdən birində qadın gəldi, döyüşçülərin qabağına ki, çıxdılar ki, görə cəmaat gəlir. Soruşdu ki, Peyğəmbərdən nə xəbər? Çətin bir döyüşlərin birində olub bu hadisə. Dedilər ki, sənin ərin şəhid oldu qadına. Qadın, bəs Peyğəmbərdən nə xəbər? Dedilər, qardaşın da şəhid oldu. Yaxşı, Peyğəmbərdən nə xəbər var? Dedilər ki, əlhəmdülillah, Peyğəmbər sağ-salamatdır. İlahi, sənə min şükür. Bundan böyük səadət yoxdur. Peyğəmbər sağ gəlib döyüşdən. Gör, təsəvvür eləyin, özünü ancaq düşünən adamlar nətər başqasını, nətər Peyğəmbərin fikrini çəkməyə başladılar, nətər Peyğəmbəri. Yəni, həmin gör, insanları Peyğəmbər necə çevirdi? Nə ilə çevirdi? Yəni, o cür cəmaat Səd Ənsardan olub, yəni Mədinəlidir. Ühüd döyüşündə şəhid olub. Ühüd döyüşündə ağır yaralananda ravi deyir ki, mən getdim başının üstünə, dedim, ay Səd, nə tapşırığın var, nə sözün, nə qulluğun, nə vəsiyyətin var? Dedi ki, mənim vəsiyyətim budur ki, canınızdan, nə yüz var, hər şeydən keçməyə hazır olun Peyğəmbərə xatir. Ona bir şey olmasın. Mənim vəsiyyətim bir dənə budur. Bir dənə vəsiyyətim, gör nə cür cəmaat, ancaq özünün fikrində olan cəmaatı Peyğəmbər necə çevirdi? Bir adicə davadalaş üstündə, qaçan, davadalaşa gəlməyən, qaçıb Məkkəni tərk eləyən adamlar döyüşlərdə qabaqda dayanmaq üçün rəqabətə girirdilər, püş tələb edirlər ki, püş yatılsın, bu niyə qabaqda dayanım, mən qabaqda dayanım, qoy mən şəhid olum. Gör, cəmiyyəti necə çevirdi Peyğəmbər, gözəl şəkilə. Quran-ı Kərimdə Maidə surəsində ayə var ki, ey Peyğəmbər, görürsənmi bunları, oturub ağlayırlar ki, silahımız yoxdur, gedək səninlə döyüşə. Gəlib oturublar döyüşün qırağında, döyüşün səhnəsində, orada döyüş gedir. Bunlar ağlayır ki, bizə də silah verin, silahımız yoxdur, bizə də silah verin, gedək biz də döyüşək. Peyğəmbər də buyurur ki, silahımız yoxdur. Elə olan qalan biraz silahdır, o da onlar da vuruşurlar. Yəni, nəyin? Ancaq əxlaqın. Əxlaqdan başqa bir şeylə Quran-ı Kərim indi Peyğəmbərə tapşırıq verir. Əraf surəsində 199-cu ayədə Quran buyurur ki, Peyğəmbər, istəyirsən sən bu cəmiyyəti dəyişəsən, dəyişə bilərsən, amma yolu var. Necə dəyişə bilərsən? İnsanlar üç dəstədir.
Bütün cəmiyyətləri söhbət adi insan, inatkarlardan getmir daha söhbət. Məsələn, Əbu Ləhəb inatkardır. Quran-ı Kərimdə bu ki, təbbət ya da Əbi Ləhəbin və təb. Yəni, ya Əbu Cəhl inatkardır. Yəni, bunlar belə diyor ki, xəbəri yoxdur, bir şeydir. Bunlar inad üzündən, yəni, bunlar həqiqəti çox qəşəng dərk eləyirdilər. Amma Əbu Cəhl təsəvvür elə ki, Bədir döyüşündə öldürüləndə neçə yerdən doğranıb, qolun kəsildi, sinəsi kəsildi, başı kəsildi. Axır nəfəsində də Peyğəmbərinə qarşı Peyğəmbərə təhqir eləyirdi. O onunla getdi, öldü. Təsəvvür gör. Bunlarla işimiz yoxdur. Yəni o inatkarlarla ya elə Əbu Ləhəbin oğlu Uteybə sırf Peyğəmbərə qarşı, Peyğəmbərlə düşmənçilik eləyən, həm müsəlmanlara əzab-əziyyət eləyən. Amma haqqı da bilirdilər, çox qəşəng bilirdilər haqq nədir. Yəni, bunlar da həmişə cəmiyyətin çox az faizini, 1, 2, 3 faizini, bəzi psixoloqlara görə 5 faizini heç bir cəmiyyətdə bunların sayı keçə bilməz. 5 faizi bunlar keçə bilər. Ortadadılar, çox görsənirlər. Bunlar bilənçinin adama ilə yarıkər, bunlar çoxdular. Amma psixoloqlar özləri deyirlər ki, bunlar heç bir cəmiyyətdə 5%-dən oyuna keçmir. Yəni, söhbət adi insanlardan gedir. Adi insanlar 3 dəstədir, 3 cür insanlar var. 3 cür adi. Birincisi, xətakarlardır. Bilirlər, xəbəri var, amma xəta eləyir. Bilir ki, qeybət olmaz, oturur qeybət eləyir. Peyğəmbər, birinci dəstə bunlardır. Yəni, bu biri. İkinci dəstə xəbərsizlərdir. Məlumatı yoxdur. Elə televiziyaya baxır, radioya baxır, qəzet oxuyur, o informasiya zehnindədir. O, həmin əldə etdiyi informasiya ilə də bütün hər şeyə nəzər deyir özü. Bu xəbəri yoxdur. Ki, İslam nə deməkdir, Əhl-i Beyt nədir, imam kimdir, Aşura niyədir, niyə məhərrəmlik saxlanılır, niyə namaz qılmaq lazımdır, niyə... Məlumatı yoxdur. Bu məlumatları ancaq buna gələn yalan təbliğat ki var, həmin yalan təbliğatın təsiri altına düşüb, xəbərsizdir. Yəni, o elə bilir ki, elədir. Amma başa salanda tamam başqadır. Və üçüncü də budur ki, üçüncü dəstədə cahillərdir. Onlar ki, onun dərki eləməyə qüdrəti yoxdur. Bu nadandır. Bunu da başa salmağın da mənası yoxdur bunun. Yəni, nə inad əhli deyil, nə bir şey deyil, nə də inad əhli, adi insandır, amma nadandır. Nə qədər başa sarsın, mənlikdir elə, mən başa şəmirəm. Nə deməkdir? Mən başa salamam. İndi Allah Teala bu 3 dəstə var. Bütün cəmiyyətlər, bütün psixoloqlar deyir ki, cəmiyyəti bu 3 dəstə təşkil edir adi insanları. Bu ayədə, Quran-ı Kərimdə, 199-cu ayədə Allah Teala Peyğəmbərə tapşırıq verir. Hər üçünə bir tapşırıq. Hərəsinə bir tapşırıq verir. Xuzil əfv. Birinci dəstəyə, o xətakarlara, əff eləmə, güzəşt eləmə yolunu seç. Və əmur bil-urf. İkinci dəstəyə, xəbəri olmayanlara, yaxşılıqları öyrət, başa sal. Üçüncü dəstəyə, o nadanlara, o başa düşməyənlərə, başa düşmək səviyyəsi yəni olmayanlara. Və ə'riz anil cahilin. Cahillərə baş qoşma. Bir dənə gözəl bir Allah Teala bir proqram verir. Ey Peyğəmbər, bu proqramla və Peyğəmbərin qüdrətini də gördük ki, bu proqrama riayət eləməklə o cür cəmiyyəti Peyğəmbər necə müvəffəq oldu çevirməyə. Peyğəmbər bir məsciddə oturmuşdu Mədinədə. Gördülər ki, bir niqablı, hündür boylu bir qadın gəldi, üzü-zadı hamısı bağlı. Gəldi, dedi ki, mən gəlmişəm İslamı qəbul eləməyə. Peyğəmbər buyur ki, yaxşı eləmişsən, buyur ki, bəs mən əgər İslamı qəbul eləsəm, hansı günahlarım silinər, hansı günahlarım qalar? Peyğəmbər buyur ki, əgər səmimi qəlblə sən İslamı qəbul eləsən, cahiliyyət dövründə olan bütün günahların sənin silinər. Sən sıfırdan başlayarsan yəni həyata.
Həmin qadın başladı kəlmə-i şəhadətini deməyə. Kəlmə-i şəhadətini dedi, açdı niqabı, gördülər kimdir? Hind. Əbu Süfyanın arvadı. Həmin şəhid Həmzənin ciyərini yeməyə səy eləyən qadın. Yəni, Peyğəmbər, yəni hamıya, o birinci dəstə və xətakarlara, o ki, boynuna qalır xətasını, bağışlanmaq istəyir, bağışla. Vaxt istəyirsə, bağışla. Yəni, güzəşt elə. Güzəşt eləmək lazımdır. Yəni ki, başqa bir vaxtı Peyğəmbərin yanına bir nəfər gəldi. Dedi ki, ya Rasulullah, mən gəlmişəm İslamı qəbul eləməyə. Peyğəmbər dedi ki, yaxşı eləmişsən. Kəlmə-i şəhadəti dedi. Kəlmə-i şəhadəti dedi. Dedi, Peyğəmbər ki, sən oldun bizim qardaşımız. Dedi, mən keçib əvvəllər nələrsə eləməyim, əgər bəs necə olsa, Peyğəmbər ki, əvvəllər nə eləmisənsə, onlar hamısı getdi. Sən qaldı, bundan sonra nə eləyəcəksən? Buyurdu ki, Peyğəmbər, bilirsən mən kiməm? Peyğəmbər buyurdu ki, kimsən? Dedi ki, mən sənin əmin Həmzəni qətlə yetirənəm. Peyğəmbər onu dedi, bağışlayırıq səni. Sən gəlmisənsə İslama, səni əff edirik. Yəni, Peyğəmbərin birinci üslubu bu idi ki, əff eləmək, güzəşt eləmək. Güzəşt elə. Yəni, Hüneyn döyüşünün özündə, Hüneyn döyüşü Məkkənin fəthindən sonra olub, bəzi Məkkəlilərin, hətta bəzi Məkkəyə yaxın dəstə cəmaatla birləşərək Peyğəmbərin üstünə, Peyğəmbər Məkkədən qaydanda yolu kəsib Peyğəmbəri istədilər öldürsünlər orada. Müsəlmanlar da özü çox idi, onlar bir dəstə idilər. Dedilər ki, əşki, bizim qabağımız heç kim diyana bilməz. Gör, nə qədərik. Quranda da ayə var ki, Ə'cəbətkum kəsrətkum. Sizin çoxluğunuz sizi arxain elədi, çaşdırdı. Amma onlar ki, neçə tərəfdən, azacıq bir dəstə idi, amma neçə tərəfdən hücum elədilər, bunlar dəli oldular. Hamı qaçdı. 5-10 nəfər Peyğəmbərin yanında adam qaldı. Hamı qaçdı. Bir dəstə adamla o boyda qoşun qaçdı. Hüneyn döyüşündə. Nəsə Peyğəmbər orada döyüş oldu, qalib gəldi. Peyğəmbər orada olunmuş qənimətləri yanındakilarla, o cümlədən elə Məkkə cəmaatı ilə də böldü təzdən. Onlara da qənimətdən pay verdi. Yəni, Peyğəmbərin nə cür gözəl üslubu var idi. Yəni, birinci dəstə budur ki, əff elə. Yəni, sıxma heç kimi. Yox, sən filan şey eləmişsən, onun ki, mən keçə bilmərəm. Belə şey yoxdur. Şeybət ibn Osman adlı bir nəfər gəldi, Peyğəmbər var idi. Bunun döyüşündə, deməli, Bədir döyüşündə, bəzilərə görə Ühüd döyüşündə bunun qohumları öldürülmüşdü. Yəni, cahillərdə, yəni, müşriklərdən idi. Bu, qərarı almışdı ki, gedirəm Mədiniyə, Peyğəmbəri terror eləyəcəm. Peyğəmbəri terror eləyəcəm. Bu, gəldi Mədiniyə, günlərin birində, elə döyüşlərdə, bu gəldi, gizləndi, gördü ki, Peyğəmbər tək qalıb, qılıncını götürdü, cumdu Peyğəmbərin üstünə. Birdən Peyğəmbər çevrildi buna sarı, bu dayanıb qarşısında, əlində də qılınc. Peyğəmbər baxdı bunun gözünə, gördü ki, bu gözündə, yəni bu şey yoxdur da, eləcə əsəbdən gəlib bu şeylərdən. Bu, yəni, belə bir inad əhli zat deyil. Peyğəmbər buyurdu ki, ilahi, şeytanı bunun qəlbindən çıxar. Qılıncı qoydu yerə. Qılıncı qoydu yerə. İndi orada bir söhbətlər var da, onları ixtisar eləyirəm. İslamı qəbul elədi. Yəni, birinci dəstəyə, Peyğəmbər buyurur ki, birinci dəstəni cəmaatı, onlar ki, xətakardır və bilirlər. Yox, o bilir, niyə elədi? Yox, onu bu cür bağışlamaq olmaz. Bağışlamaq lazımdır. Çünki əldə eləmək istəyirsən axı sən onu. Amerika psixoloqu olub 20-ci əsrdə, Dale Carnegie. Onun bir sözü var, deyir ki, mən uşaqlıqda ən çox sevdiyim 2 dənə şey var idi həyatımda. Alma, bir də ki, çiyələk. Biz balıq tutmağa gedirdik
uşaqlarla gedirik balıq tutmağa. İndi istəyirəm mən balıq tutam. Alma ilə şiyələyi sevirəm də. Onları mən verə bilərəm balığa. Onunla balıq əldə edə bilərəm mən. Əlbəttə ki, yox. Balığa elə şey təklif eləməliyəm ki, o istəyən olsun. Onun istədiyi nədir? Bir qurd. İğrənc bir adam əlinə götürəndə iğrənir onu. Onu mən təklif eləyirəm ona. Bir həyatda da insan belə olmalıdır. Öz istəyini təhmil eləmək üstünə başqasının belinə yıxmaq olmaz. Əldə eləmək istəyirsənsə kimisə, onun istəkləri vasitəsilə bunu həyata keçirməlisən. Özünün istəkləri vasitəsilə yox. Peyğəmbərin Allah Teala buyurur ki, birinci yolu bundan ibarətdir ki, insanları birinci dəstə, onlar ki, xətakardır və bilirlər və xəta eləyiblər, onları əff elə. Onları bağışlama yolusudur. Bu birinci dəstə. İkinci dəstə gəlir, onlar ki, xəbərsizdirlər. Təsir altındadır. Nə qədər eylənçin adamlar var, deyək ki, elədir. Başa sanki İslam bitirir. Mən heç bunu bilmirdim. Nə danışırsan? Belədir. Filan şey falan. Və qəbul eləyir ki, yəni inad əhli deyil deyə və səhv anlayışı deyilib. Sonra gör ki, düz hara, düzlə səhvi seçməyə nə var ki? Və bunun nəticəsində yəni bilməyənlərə görə izah eləyəsən. Hədisdə var, Peyğəmbərin yanına bir dəstə xristiyan gəldilər. Dedilər ki, aləmma bu istə. Sən nə ilə gəlmirsən bura? Yəni, nə ilə seçilmirsən Peyğəmbərlərin? Hədəfin nədir? Məqsədin nədir? Məramın nədir? Bunlar barədə bizədir. Peyğəmbər buyurdu ki, mən gəlmişəm ki, insanlara başa salam ki, Allah Taala'dan başqa heç kimə səcdə edilə bilməz, ibadət edilə bilməz. Səcdə və ibadət və itaət ancaq Allaha məxsusdur. İbadət ancaq Allah Taala'yadır. Və mən onun Peyğəmbəriyəm. Həqiqətən insan bu dünyada elədiyi bütün əməllərə görə axirətdə cavab verəcək. Və s. Peyğəmbər izah elədi dini, yəni hədis uzundur. Bunlar hamısı İslamı qəbul elədi, bu xristiyanlar. Hamısı İslamı qəbul elədi, çıxdılar çölə. Çölə çıxanda müşriklər çıxdı bunların qabağına. Deyir ki, nə oldu, nə haqq hesabı, nə danışdınız? Bunlar dedilər ki,